Bu fotodakı şəxsi yəqin ki, çoxlarınız tanıyırsınız. Bu Azalın sabiq prezidenti Cahangir Əsgərovdur. O 20 milyon manat daha varlanıb. Deyəcəksiniz ki, necə? Axı indi o Azalda işləmir, o Azalın prezidenti deyil. Deyəcəm, dinləyəcəksiniz. Premium bankdakı pay hesabını Azalın prezidenti 20 milyon manat daha artırıb və onun hal-hazırda Premium bankdakı ümumi pay hesabı 174 milyon manata çatıb. Rəqəmi eşidirsinizmi? 174 milyon manat. Məhz onun dövründə, o Azalda prezident olduğu dövrdə Azərbaycanda quru sərhədlər bağlı olduğundan dolayı bilirsiniz ki, təyyarə qiymətləri kəllə çarıqdaydı. Əhali hər zaman etiraz edirdi, narazılıq bildirirdi ki, Azalın qiymətləri çox bahadır. Amma təbii ki, Cahangir Əsgərov o etirazlara məhəl qoymurdu. İndi o artıq Azalın prezidenti deyil. Amma 174 milyon manatla böyük bir iş adamıdır.